Onlar bu torpağın övladları, bu millətin işığıdır. Azərbaycanın bütövlüyü, xalqımızın sabahı naminə ömürlərini fəda edən şəhidlər. Onların qanı ilə yazılan tarix vətənin ən şərəfli səhifəsidir. Qanları ilə tarix yazan qəhrəmanlarımızın əziz xatirəsi əbədi yaşayır. Suverenliyimizin tam bərpası uğrunda keçirilən lokal antiterror əməliyyatları zamanı şəhid olan daha iki yiğidimizi, Murad İskəndərovu və Ramazan Nurməhəmmədovun həyat hekayəsinə nəzər salaq. Şəhid Murad İskəndərov 2004-cü ilin baharında Qusar rayonunun Çiləgir kəndində dünyaya göz açıb. Atası və qardaşı da Qarabağ döyüşlərində igidliklə vuruşduğundan Murad vətənpərvərlik ruhunda böyüyüb. Murad hərbi xidmətdə olarkən təxris olmağına 10 gün qalmış lokal antiterror əməliyyatı keçirildi. Əməliyyat zamanı Xocavənd istiqamətində döyüşən Murad qəhrəmanlıqla şəhadətə yüksəldi. Şəhid Murad İskəndərov ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmət ordeni ilə təltif edilib. Atamız da elə bizim 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Mən özüm də 44 günlük Vətən müharibəsi iştirakçısıyam. Antiterror əməliyyatından 1-2 gün qabaq zəng olmuşdu. Elə təxrisinə hazırlaşır. Mülki paltar istəyirdi evdən ki, gələndə geyinib gəlsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun. Azərbaycanın dövlət suverenliyinin tam bərpası üçün keçirilən lokal antiterror əməliyyatları zamanı şəhid olan igidlərimizdən biri də Qusar şəhərində doğulub boya başa çatan 1992-ci il təvəllüdlü Ramazan Nurməhəmmədovdur. Orta məktəb və hərbi xidmət illərindən sonra Ramazan ömrünü hərb sahəsinə bağlayıb. Kiçik gizir kimi yenidən ordu sıralarına qayıdıb. Peşəkar snayperçi olan Ramazan Nurməhəmmədov qüsursuz xidmətinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi medalı ilə təltif edilib. O, müharibədən öncəki əməliyyatlarda da, Vətən müharibəsində də igidliklə döyüşüb. 2-ci Qarabağ müharibəsində fəal iştirakına görə Vətən müharibəsi iştirakçısı və Füzulinin Xocavəndin azad olunmasına görə medallarına layiq görülüb. 2023-cü ilin 20 sentyabrında antiterror əməliyyatlarında döyüş tapşırığını yerinə yetirərkən Ramazan Nurməhəmmədov Ağdam rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Hərbiyə getdi. Olub hərbidə, axıra kimi. Ondan qabaq da olub, Lələtəpədə də olub. Tovuzda da olmuşdu. İgid oğlu idi o. Snayper idi o. Güclü snayper idi o. Nişanlı idi o. Toy olmalı idi. 7 oktyabrda toy olmalı idi. Şəhid Ramazan Nurməhəmmədov ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə də təltif edilib. Cəfər Talıb, Səadət Ayazqızı, Sərxan Mirzəyev, İsmail Əmirli, ATV Xəbər, Qusar.